Salam əziz abituriyentlər. Hər vaxtınız xeyir olsun. Bu gün mən sizlərə test 20-ni, yəni yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti mövzusundan Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında istifadə etdiyi test tapşırıqlarını izah edəcəm. Birinci sual. Bir cisim maqnit sahəsində perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin kinetik enerjisi azalarsa, onun fırlanma tezliyi və cızdığı çevrənin radiusu necə dəyişər? Deməli, düsturları biz bilməliyik. Maqnit sahəsində çevrə bərabər sürətlə hərəkət edən zərrəcin radiusu mv bölünmüş qb düsturu ilə hesablanır. Mv bizə P-ni verir, P bölünsün qb. Biz impulsla kinetik enerji haqqında düsturu müəyyən etməliyik. W kinetik bərabər P kvadrat bölü 2M düsturundan P-ni tapanda olacaqdır 2MY kinetik kök altda. Gətirib bu ifadəni burada yazırıq yerinə, olur kök altda 2MY kinetik bölünsün QB. Buradan görürük ki, kök altı aslıq var, yəni kinetik enerji azalarsa radius azalar. Azalar, azalar, azalar variantlardan başqa digər variantları çıxırıq. Dövrətmə tezliyi isə m bərabərdir QB böl 2 PM düsturu ilə hesablanır. Bu düsturda olanlardan asılıdır, bu düsturda olmayanlardan asılı deyil. Maqnit sahəsində çevrə üzrə hərəkət edən zərrəcin dövrətmə periodu və tezliyi zərrəciyin sürətindən, impulsundan, əyrilik radiusundan və kinetik enerjidən asılı deyil. Yəni, tezlik burada dəyişməz. Beləliklə, doğru cavab olacaq D variantı. Növbəti sual. Düz cəryanlı naqilin yaratdığı maqnit sahəsinin neytrona təsir etdiyi qüvvənin istiqamətini müəyyən edin. Neytron yüksüz zərrəcikdir. Yüksüz zərrəciyə təsir edən Lorentz qüvvəsi sıfıra bərabərdir. Çünki Lorentz qüvvəsi QVB sinus alfa düsturu ilə hesablanır. Əgər zərrəciyin yükü yoxdursa, yəni Q sıfırdırsa, onda bu ifadə hamısı sıfıra bərabər olur. Doğru cavab B variantı, yəni qüvvə təsir etmir. Üçüncü sual. Eyni sürətə malik elektron qeyri-bircins maqnit sahəsinə göstərilən istiqamətdə daxil olur. Hansı elektrona təsir edən Lorentz qüvvəsi ən böyükdür? Əvvəlcə bircins və qeyri-bircins maqnit sahələri haqqında sizə məlumat vereyim. Bircins maqnit sahəsi bütün nöqtələrdə maqnit induksiya vektorunun qiymət və istiqaməti eyni olandır. Baxın, bu şəkil 1-də, şəkil 1, hal-hazırdakı çəkdiyim şəkildə bir nöqtəsindəki B-nin qiyməti 2 nöqtəsindəki B-nin qiymətinə bərabərdir. Amma şəkil 2-dəki çəkdiyim maqnit sahəsi isə qeyri-bircinsdir. Yəni, bir nöqtəsindəki maqnit sahəsi 2 nöqtəsindən daha çoxdur. Deyə bilərsiniz ki, bunu nəyə görə dediniz? Qüvvə xətləri sıx olan yerdə, maqnit induksiya vektoru, həmçinin intensivlik vektoru çox olur. Qüvvə xətləri seyrək olan mühitdə isə induksiya vektoru az olur. Burada bizim şəkildə görürük ki, bir nöqtəsi digər nöqtələr nəzərən daha sıx yerdə yerləşir. Yəni, B1 vektoru bunların hamısından B2-dən, B3-dən və B4-dən böyükdür. Lorentz qüvvəsinin düsturu da F Lorentz bərabərdir QVB sinus alfa düsturu hesablanır. İndi B-si çox olanı Lorentz qüvvəsi də çox olacaqdır. Ona görə də B harda çoxdur? Bir nöqtəsində. Ona görə də burada testin doğru cavabı olacaq D variantı. Əgər bu xətlər bu formada olsaydı, bir cins maqnit sahəsi olsaydı, onda cavab C olardı. Dördüncü sual. Deyir QVB böl E ifadəsi hansı fiziki kəmiyyət təyin edilir? QVB Lorentz qüvvəsinin düsturudur. Bax, buradan bilirik. Demək, F Lorentz bölünsün M. Bu da qüvvə böl M, yəni F böl M olacaqdır. O da təcilin düsturudur. Yəni, zərrəciyin təcili. Bu düstur hardan alınır desiniz, belə bir qayda var ki, F Lorentz əvəzləyici qüvvəyə bərabərdir maqnit sahəsində və MA bərabərdir QVB-yə. Və buradan elə bil ki, sanki A-nı tapıblar. A-nı tapanda olacaq QVB böl M. Beşinci sual. Bir cins maqnit sahəsinə daxil olan elektronların dövrətmə tezlikləri arasında hansı münasibət doğrudur? Dövrətmə tezliyinin düsturu
QB böl 2 PM düsturu ilə hesablanır. Bayaq qeyd etdim ki, zərrəciyin də örtmə tezliyi sürətdən, kinetik enerjidən falan asılı deyil. Ona görə də burada sürət olan yerlərə baxmayacaq, bizə lazım deyil. Bizə yalnız QB böl 2 PM onlara baxacağıq. Baxaq görə hər iki zərrəcik eynidirmi? Bəli, hər iki zərrəcik elektrondur. Yəni hər iki zərrəcikin kütləsi eynidir, hər iki zərrəcikin yükü eynidir. Və birciz maqnit sahəsi dediyinə görə hər iki zərrəci üçün B də eynidir. 2P zaten sabit. Onu da buradan alınır ki, M1 N2-yə bərabər olacaq. Doğru cavab C variantı. Növbəti sual. Birciz maqnit sahəsinə qüvvə xəttlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsinin maqnit induksiyasından asılı qrafiki verilib, zərrəciyin sürəti hansı ifadə ilə müəyyən olunur? Qüvvə xəttlərinə perpendikulyar deyirsə, sinus artıq sinus 90 dərəcə olur, orada da 1 olur. Sinus 90 dərəcədə 1 alır. Lorentz qüvvəsinin düsturunu yazırıq. F Lorentz bərabərdir QVB. Bizə soruşur ki, sürət hansı ifadə ilə təyin olunur? Buradan sürəti tapsaq, olacaq F Lorentz bölünsün BQ. İndi biz bu dənlikdən görək tangens bizə nəyi verir? Bu Lorenzdir. Bunu burada paralel köçürdə bilərik bu qrafikdən. Bura F Lorenzdir. Bura isə B induksiya vektorudur. Burada bir düzbucaqlı, üçbucaq əmələ gəlir. Onu sizə mən göstərim, bax. Burada bir düzbucaqlı, üçbucaq əmələ gəlir. Düzbucaqlı üçbucaqda iti bucaq qarşısındakı katetin, yəni F Lorenzin bitişik katete, yəni B-yə nisbəti bizə tangens alfanı verir. Yəni burada mən F Lorentz böl B-nin yerinə tangens alfa yazacağım. Yəni tangens alfa bölünsün Q. Doğru cavab D variantı. Bizdə tangens alfa yox, beta yazıb. Zərər yoxdur. Alfanı beta eləyək. Nə fərqi var? Tangens beta böl Q. 7-ci sual. Mənfi yüklü zərrəcik birinci maqnit sahəsində hansı istiqamətdə hərəkət etdikdə ona təsir edən Lorentz qüvvəsi ən kiçik olar? Lorentz qüvvəsi ümumiyyətlə nə zaman sıfır olur? QVB-dən, QVB sinüs alfadan. 3 halda sıfır ola bilər. Birinci hal odur ki, zərrəciyin yükü sıfır olsun, yəni yüksüz zərrəcik olsun. İkinci hal zərrəcik sükunətdə olarsa, üçüncü hal isə sinusun sıfır qiymətləri. Sinus nə zaman sıfır olur? Alfa bucağı ya 0 dərəcə olanda, ya da alfa bucağı 180 dərəcə olanda. Yəni, zərrəcik induksiya xəttlərinə ya induksiya xəttləri istiqamətində daxil olarsa, ya da induksiya xəttlərinin əksinə daxil olarsa, fərqi yoxdur, müsbət və ya mənfi. Ya induksiya xəttlərinə, ya da induksiya xəttlərinin əksinə daxil olarsa, yəni paralel daxil olarsa, Lorentz qüvvəsi təsir etmir. Burada paralel hansı variantda var? 1 variantında var. Orada doğru cavab D variantı olacaq. 3-də və 5-də isə Lorentz qüvvəsi öz maksimal qiymətini alır. 8-ci sual. Kütlə spektroqrafında eyni sürətli yüklü zərrəciklərin trayektoriyaları göstərilmişdir. Hansı zərrəcikin xüsusi yükü modulca ən böyükdür? Xüsusi yükün düsturunu bilməliyik. Q iştirik bərabərdir. Q bölünsün M-dir. O da bərabərdir. V bölünsün BR. Görürük ki, xüsusi yük radiusundan tərs asılıdır. Bunlar bir çevrə cızırlar. Bunlar hərəsi bir çevrədir. Bu çevrələrdən görürük ki, radiusu ən kiçik olan 1-dir. Yəni R1, bu R1-in radiusudur. Radiusu ən böyük olan isə R5-dir. Zərrəciyin biz yükün ən böyük qiymətini istəyiriksə, radius ən kiçik olmalıdır. Radius ən kiçik 1 nöqtəsindədir. Doğru cavab D variantı. Burada sizdən soruşa bilər ki, digər məsələlərdə zərrəciyin kütləsi harda böyükdür? Onda bu düsturdan gedəcəksiniz. MV bərabər QBR. Onda M-ilə R düz asılıdır. Yəni R-i böyük olanın M-i də böyük olar. Orada cavab 5 olardı. Kütlə soruşsaydı. 9-cu sual. Birciz maqnit sahəsində 4 sm radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən yüklü zərrəciyin kinetik enerjisi 2 vurun üstü mənfi 15 jol olarsa, ona təsir edən Lorentz qüvvəsini hesablayın. Lorentz qüvvəsi ilə kinetik enerji haqqında belə bir düstur var. E kinetik, W kinetik bərabərdir. F Lorentz vur R bölünmüş 2. Düstur bu şəkildədir. Biz buradan F Lorentzi tapırıq. Olacaq 2 dənə W kinetik bölünmüş R.
Yani 2 vur 2 vur 10 üstü menfi 15 bölünsün 4 vurulsun 10 üstü menfi 2. Bu da orada eləyir 10 üstü menfi 3 13 Newton. Doğru cevap B bənd. 10-cu sual. Proton P11 və alfa hissəcik helyum 2-4 induksiya xəttlərlə perpendikulyar istiqamətdə eyni bir cins maqnit sahəsinə daxil olur. Protonun dörtmə periodu T olarsa alfa hissəcinin dörtmə periodu nəyə bərabərdir? Biz elementin yazılışında şərti içərisində bax bu aşağı sol tərəfdəki Q-dür, yuxarı sol tərəfdəki M-i bildirir. Yəni aşağı yük ədədini, yuxarısı kütlə ədədini bildirir. Ona görə də biz bu protonda yük ədədi üçün 1Y götürürük. Lap 1 yazaq. 1Y'dir. Əslində 1 yazaq. Kütlə ədədi üçün 1 AKV, atom kütlə vahidi götürürük proton üçün. Alfa hissəci üçün yük ədədi 2 elementar yükdür. Bu indeksdən baxırıq bunlara. Kütlə ədədi isə alfa hissəci üçün 4. Və biz periodun düsturunu yazırıq. Periodun düsturu buradan yazaq. T bərabərdir 2 pi m bölünmüş QB. Yəni biz periodları müqayisə eləməliyik. Aydındır. Protonun periodunu gəlin tapaq. Proton bərabərdir 2 pi m proton. M proton yerinə yazacağım mən 1 bölünsün 1y. Burada qaldı 2 pi. İndi alfa və bu ifadə deyir T'yə bərabərdir. İndi alfa hissəsi üçün yazıram. 2 pi m bizdə 4'tür. 4 bölünsün 2y. Bölünsün 2'ye. Burada da eləyəcək. Baxaq görək. 4. Burada da olacaq 4. Pi bölünsün y. Baxın. Bu burada nisbət 2 pi bölü y'dir. O t'yə bərabər. 4 pi bölü y isə olacaq 2t. Yəni alfa hissəcinin periodu protonun periodundan 2 dəfə çox olacaq. Doğru cavab B bəndi olacaqdır. Evet sual. Bir cins maqnit sahəsində çevrə özlə bərabər sürətlə hərəkət edən yüklü zərrəcinin dörtmə periyodunun maqnit induksiyasından asılı qrafiki hansıdır? Bayaqki kimi periyodun üstünü yazırıq. T bərabərdir 2 pi m bölünmüş QB. Və buradan görürük ki, T ilə B tərs asılıdır. Doğru cavab Y variantı. 12-ci sual. Bir cis maqnit sahəsinə maqnit induksiyasının qüvvə xəttlərinin əksi istiqamətində daxil olan proton necə hərəkət edər? Bir cis maqnit sahəsinin qüvvə xəttlərinə və ya qüvvə xəttlərinin əksinə sahəyə daxil olan istənilən zərrəcik digər təsirlər nəzərə alınmazsa düzxətli bərabər sürətlə hərəkət edər. Yəni baxın, proton istəyir bir cins qüvvə xəttləri istiqamətində, istəyir qüvvə xəttlərinin əksinə daxil olsun. Paralel daxil olur. Yəni alfa ya 0 ya da 180 dərəcə olduğuna görə Lorentz qüvvəsi də QVB sinus alfa olduğuna görə, sinus paraleldə 0 aldığına görə Lorentz qüvvəsi təsir etmir. Digər təsirlər yoxdursa, demək əvəzləyici qüvvə də 0-dır. Cismə təsir edən əvəzləyici qüvvə 0 necə gedirdi? O bərabər sürətli gedirdi. Yəni, cavab olacaq düz xətli bərabər sürətli hərəkət. D variantı. Bu həmçinin elektron üçün də belədir. Baxın, elektron istəyir bir cins qüvvə xəttləri, maqnit xəttləri istiqamətində və ya onun əksinə daxil olsun. Yenə burada bir paralellik var. Alfa ya 0 dərəcə olacaq, ya 180 dərəcə olacaq. Lorentz 0 olacaq. Əvəzləyici qüvvə 0 olacaq. Çünki digər qüvvələr yoxdur. Onda bərabər sürətlə hərəkət edir. Neytron da həmçinin. Neytron ümumiyyətlə bərabər sürətlə hərəkət edir. Çünki neytrona Lorentz qüvvəsi heç vaxt təsir etmir. 13-cü sual. İnduksiya vektorları təsvir olunan müxtəlif bir cis maqnit sahələrindən hansı üçlü zərrəciyə ən kiçik qüvvə ilə təsir edir? Ümumiyyətlə, Lorentz qüvvəsinin düsturu bu şəkildədir. F Lorentz bərabərdir. Q, V, B perpendikulyardır. Bu B perpendikulyar nədir? Biz B perpendikulyarın yerinə öyrəşmişik ki, B sinüs alfa yazaq. İndi mən bunu sizə izah eləyəcəm, niyə belədir. Baxın, bu zərrəcikdir. Bu V sürəti ilə gedir. Bu da maqnit induksiya vektorunun moduludur. Bu da alfa bucağıdır. Baxın, burada mən B perpendikulyarı tapsam, bu B perpendikulyardır, yəni sürətə perpendikulyar. Bunu mən bura paralel köçürdə bilərəm.
Köçürtdünmü paralel bura? Onda burada bir düzbucaqlı üçbucaq əmələ gəlir. Yəni B perpendikulyarın B-yə nisbəti bizə verir sinus alfanı. Yəni mən buradan B perpendikulyar tapanda olacaq B sinus alfa. Deməli onda Lorentz qüvvəsi olur QVB sin QVB perpendikulyar. B perpendikulyar hansıdır? Y oxu üzrə proyeksiya. Yəni belə götürsək Y oxu üzrə proyeksiyadır. Yəni mən bir-bir onlara baxmalıyam ki, məsələni daha rahat izah edeyim. Buradan Y oxunu çəkirəm. Buradan Y oxunu çəkdim. Baxıram ki, hansının Y oxu üzrə proyeksiyası ən böyükdür. Çünki B perpendikulyar B-nin Y oxu üzrə nə idi? Proyeksiyasıdır. Baxıram görürəm ki, bu B4-ün Y oxu üzrə proyeksiyası 3-dür. Buraya yazıram 3. B3-ün 4-dür. Buraya yazıram 4. B2-nin 5-dir. Bu B1-in isə 6-dır. Deməli, ən böyük B vektoru birincindədir. Ona görə ən böyük qüvvə birincidə olacaq. Ən kiçik qüvvə isə ikincidə, yəni B4-də olacaq. Ona görə bizə ən kiçik soruşduğuna görə doğru cavab olacaq B4. Yəni B variantı. Növbəti sual. Bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin delta T bərabər 4-3 T müddətində yer dəyişməsinin modulunu hansı ifadə ilə təyin olunur? Çevrə üzrə bu genetik əlaqədir. Çevrə üzrə bərabər sürətli hərəkətdəki mövzu ilə maqnit sahəsinə hərəkət mövzusunun genetik əlaqəsidir. Deməli, burada nəyi bilməlisiniz? Çevrə üzrə hərəkətdə 4-3 periodda yer dəyişmə necə olur, onu bilməlisiniz. Bu çevrədir. Bu çevrəni 4 yerə bölürük. Tutaq ki, cisim saat əqrəb istiqamətə gedir. A-dan B-yə gəlmək bu çevrənin 4/1-in gəlməyidir. A-dan C-yə gəlmək 4/2-sinin, yəni 2/1-ni. A-dan D-yə gəlmək isə bu çevrənin 4/3-ün gəlməyi deməkdir. A-dan D-yə yer dəyişmə vektorunu qırmızı vektorla göstərirəm. Bura radiusdur, burada radiusdur. Deməli, S bərabər olacaq kök altda R kvadratı üstəgəl R kvadrat. Yəni, R kök altda 2. Ümumiyyətlə, 4/3-də və 4/1-də yer dəyişmə R kök altda 2-dir. İndi biz bunu maqnit sahəsindəki hərəkətlə əlaqələndirməliyik. Maqnit sahəsində çevrə üzrə hərəkət edən zərrəcin radiusu bu düsturla hesablanır. R bərabərdir MV böl QB düsturu ilə. Gətirib burada yerinə yazasıyıq. Onda R bərabər olacaq MV vur kök altda 2 böl QB. Kök altdakini adətən qabaqda yazırlar. Kök altda 2 MV böl QB. Doğru cavab B variantı. 4/1-də desəydi, yenə cavab B olardı. Tam periyodda desəydi cavab 0 olardı. Çünki tam periyodda yer dəyişmə 0-dır. 2/1 periyodda desəydi 2 yer olardı. Yəni Y olardı. 15-ci sual. Bir cisim maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar istiqamətdə hərəkət edən yüklü zərrəcin sürəti 3 dəfə azaltdıqda ona təsir edən Lorentz qüvvəsi necə dəyişər? Lorentz qüvvəsinin düsturunu yazırıq. QVB. Perpendikulyar dediyinə görə sinus alfa 1-ə bərabərdir, yazmıram. Sürəti 3 dəfə azalarsa, onda Lorentz qüvvəsi də 3 dəfə azalar. Doğru cavab Y variantı. 16-cı sual. Bir cisim maqnit sahəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən protona A nöqtəsinə təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Ümumiyyətlə sizə bir yaddaşlıq verim ki, hər zaman yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi çevrənin mərkəzinə doğrudur. İstəyir bu müsbət yüklü olsun, istəyir mənfi. Lorentz qüvvəsi istəyir nöqtə olsun, istəyir x olsun. Lorentz qüvvəsi hər zaman çevrənin mərkəzinədir. Ona görə bizim məsələdə çevrənin mərkəzinə olanda doğru cavab A bəndə olacaq. Növbəti sual və sonuncu sual. Qüvvə xəttlərinə perpendikulyar istiqamətdə bir cisim maqnit sahəsinə proton, elektron və neytron daxil olur. Zərrəciklər və onlara maqnit sahəsi tərəfindən təsir edən Lorentz qüvvəsinin istiqamətləri arasında uyğunluğu deyir, müəyyən edir. Lorentz qüvvəsi sol əl qaydası ilə tapılır. Sol əl elə tutulur ki, maqnit induksiya vektoru ovucunuz ilə daxil olsun. 4 barmaq sürət vektoru istiqamətində, 90 dərəcə açılmış baş barmaq isə Lorentz qüvvəsinin istiqamətini göstərir. Mən əl qaydasını göstərə bilmirəm deyə məcbur burada şəklini çəkirəm. Əlinizi bu formada nə zaman tutursunuz? Əlinizin içi sizə baxacaq şəkildə, X şəklində tutursunuz. Əlinizin içi X. Əlinizin içinə X yazırsınız və bu tərəfə tutursunuz.
Məsəl üçün, bax, protondur və bu formada gedir. 4 barmaq, 4 barmaq sürət tərəfə, baş barmaq isə Lorensi bildirir. Bu mənfi olanda isə tapdığınızı işarənin əksini düşünürsünüz. Yəni, məsəl üçün, mənfidirsə yuxarıya yox aşağı olacaq. Nöqtədə nətərdir? Nöqtədə də belədir, bax. Əlinizin üstünü görürsünüz. Bax, əlinizi bax, bu formada açırsınız. Əlinizin üstü nöqtədir. Ruska ilə nöqtə yazarsa, onda baş barmaq aşağıya doğrudur. Onda baş barmaq Lorensi bildirir. Yenə. Bu müsbət zərrəci üçün. Mənfi olsa, tapdığınızı yuxarıya eləyəsiniz. Yəni, tapdığınızın əksini düşünəsiniz. Başlayaq birincidən. Burada şəkil çəkilən bildim. Proton müsbət zərrəcikdir. Mən əlimi burada çəkirəm. Şəkili burada çəkəcəm. Deməli, şəkil burada belədir. Bu formada çəkilir. Baş barmaq belə. Əlimizin içi X-dir. Lorentz sağa gedəcək. 1-ə gedər sağa. 1C. 2-də nətər çəkirik? 2-də də şəkil çəkirik tapdığımızın əksinə. Eyni şəkili çəkirik tapdığımızın əksinə. Baxın. Yenə də bu formada 4 barmaq burada çəkirsən, bu baş barmaqdır. Əgər müsbət olsaydı sağı olardı. Elektron mənfi olduğuna görə sola əksini götürəcəyik. Yəni 2-yə gedər D bəndi. 2-yə D bəndi gedər. 3 neytron olduğuna görə, neytronun yükü olmadığına görə ona Lorentz kütləsi təsir etmir. Ona görə 3-ə gedəcək Y variantı. Beləliklə, əziz abituriyentlər, yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti mövzusuna aid Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında istifadə etdiyi test tapşırıqlarını izah etdim. Əgər bu videodan siz faydalandınızsa, kanala abunə olub, digər dostlarınızla paylaşmağı unutmayın. Bu arada bizim 2025-26-cı il üçün tədris ili üçün qeydiyyatımız davam edir. Kim bizimlə hazırlaşmaq istəyirsə, burada gördüyünüz telefon nömrəsinə əlaqə saxlaya bilər. WhatsApp-ına da yaza bilərsiniz. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.